Deyirlər, rəhmətliklər diriliblər təzdən. Enerjiyaya gəlmişsiniz. Elə bilirsiniz, gəlib mən çatmır. Ayaz Salayev, başlayıram sizdən. Ayaz Salayev. Məni gördünüz, salamlaşırsınız. Özünüzə gəlin. Yaxşı? Bir neçə gün əvvəl Cannes Film Festivalına qatılan Röya Ayxanı rejissor Ayaz Salayevin onun barəsində verdiyi açıqlama özündən çıxardıb. Kino rejissorun istənilən şəxs həmin festivala qatıla bilər kimi fikirlərinə xalq artisti sərt reaksiya verib. Mən prinsip öyrəşmişəm bu ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Xalq artistinin bu fikrinə rejissor Ayaz Salayev Baku TV-yə açıqlamasında belə münasibət bildirib. Bu yani bir sənət hadisəsi deyil. Bu şəxsi, Röyanın şəxsi bir şəxsi həyatının bir hadisəsidir. Belə də, ictimai hadisə deyildir. Belə deyək. Mən kinematografçıyım, o kino sənətinə nə dəxli var? Cannes festivalı elə belə festivaldır, bu kino festivalıdır. Orada filmlər göstərilir. Röya hansı filmi çəkib rejissor? Hansı filmi aktör çəkib? Hansı filmi operator çəkib? Hansı filmin senarisi var? Ben başa düşə bilmirəm. O dərəcədə savadsızlıq aləmi bilir ki, mən elementar şeyi izah eləməliyəm. Röya doyunca nə istəyir desin mən. Kırmızı mən çox bezələdirəm.